İsrail Birləşmiş Ştatlar İran müharibəsində gərgin həftədir. Ağ Ev rəhbərinin razılaşma əldə etmək istədiyi bildirilir. Vaşinqton 10 gün müddətinə fasilə elan edib. Bununla belə Birləşmiş Ştatlar İrana zərbələrin ardıcıl olacağı xəbərdarlığını da edib. Trump razılaşma əldə etmək istəyir, lakin vaxt azalır. Cəmi bir neçə gün qalıb. Görək bu 10 günlük müddətdən sonra nə olacaq? Bunu Ağ Evin mətbuat katibi Caroline Leavitt jurnalistlərə açıqlamasında deyib. O, ABŞ prezidenti Donald Trump'ın İranın enerji infrastrukturuna zərbələri 10 gün, yəni aprelin 6-sına dək dayandırdığı ilə bağlı açıqlamasını şərh edib. Rejimin ictimai bəyanatlarında səslənənlərə və yayılan yanlış məlumatlara baxmayaraq danışıqlar davam edir və yaxşı gedir. Prezident Trump İranın elektrik stansiyalarına və enerji infrastrukturuna planlaşdırılan zərbələri təxirə salmaq üçün 10 günlük fasilə elan edib. Bu, rejim üçün ABŞ ilə yaxşı bir razılaşma əldə etmək, nüvə ambisiyalarından imtina etmək və terrora dəstək verən dövlət kimi fəaliyyətini dayandırmaq üçün fürsətdir. Bundan əvvəl Ağ Ev rəhbəri Donald Trump İranla danışıqların davam etdiyini deyib. O, həmçinin İranda rejim dəyişikliyinə nail olunduğunu və yeni simalarla işlədiklərini iddia edib. Lakin rəsmi Tehran Vaşinqtonla danışıqları inkar edir. İran həmçinin Birləşmiş Ştatların 15 bərdlik planını əsassız tələblər adlandırıb. Amerika Birləşmiş Ştatlarının hədəflərindən biri əgər Sepahın nüvə obyektlərinin sonra Sepah liderlərinin sıradan çıxarılması, neytrallaşdırılmasıdırsa, o bir hədəfi də hakimiyyət dəyişikliyidir. Rejim zəiflədikcə, yəni Sepah gücdən düşdükcə, hakimiyyət daxilində bir qrup, böyük bir qrup ABŞ ilə bu tip danışıqlara getmək imkanı qazana bilər. Bununla belə Birləşmiş Ştatlar İranın enerji infrastrukturunu, raket və nüvə obyektlərini sıradan çıxarmağı istisna etmir. Vaşinqton Tehranı Xarq adasını tamamilə məhv etməklə hədələyir. Ağ Ev bütün bunların baş verməməsi üçün Hörmüz boğazındakı maneələrin aradan qaldırılmasını tələb edir. The Wall Street Journal nəşri isə fərqli iddia yayıb. Qəzet hökumətdəki mənbələrə istinadən yazır ki, Trump hətta Hörmüz boğazında maneələr qalsa belə hərbi əməliyyatları dayandırmağı düşünür. Bunun əvəzində isə Vaşinqton Tehrana siyasi təzyiqləri davam etdirəcək. Ekspertlər hesab edir ki, Trump enerji qiymətlərinin aşağı salınması siyasətinə qayıtmaq üçün belə addım ata bilər. Bazarlar üçün əsas problem ondadır ki, Hörmüz boğazı İran tərəfindən bağlanıb və qlobal neftin təxminən 20% məhz bu marşrutla daşınır. Amma məsələ bununla bitmir. Əlavə olaraq, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə neft infrastrukturu ciddi zərər görüb. Hətta Hörmüz boğazı sabah yenidən açılsa belə, təchizatın normal vəziyyətə qayıtması daha uzun vaxt aparacaq. Ekspertlər ABŞ-nin hərbi əməliyyatlarla istədiyi nəticəni əldə etmədiyini bildirirlər. Vaşinqtonun rəqibləri arasında isə müharibəni fürsət kimi görənlər var. Müxtəlif dövlətlər, xüsusən Rusiya, ABŞ-ni İranda bataqlıqda qalmasını istəyir. Yəni, vaxtı ilə ABŞ Vyetnamda necə uzun illər hərbi əməliyyatlar keçirdi, qaldı, Əfqanistanda qaldı. Eləcə də bir çoxları hesab edir ki, ABŞ quru əməliyyatlarına başlasa, o Vyetnam və Əfqanistandakı aqibətini təkrarlayacaq. Elə Trump administrasiyası da tarixin təkrarlanmasını istəmir. Analitiklərə görə ABŞ rəsmilərinin danışıqlarla bağlı açıqlamalarının arxasında bu amil dayanır. Müharibənin dayandırılması və tərəflərin razılığa gəlməsi Birləşmiş Ştatlar və İrandan daha çox İsraildən asılıdır.